Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Dünyada İran İslam Respublikasını hədəfə alan yüzlərlə audio və vizual media növü, internet və nəşr fəaliyyət göstərir. Yəni, məlumdur ki, hədəf buradır. Özləri də deyirlər, gizlətmirlər. Buna əsasən, mədəni hücum həqiqətdir. İstəyirlər ki, xalqımızın zehniyyətinə, rəftarına, gənclərimizə, yeniyetmələrə, hətta uşaqlara təsir buraxsınlar. İnternet oyunlarının da mahiyyəti belədir. Ölkəyə gətirilən oyuncaqlarda eyni xüsusiyyətlərə malikdir. Halbuki, İran və İslam mədəniyyətini özündə əks etdirən uşaq oyuncaqlarının ölkə daxilində istehsalına nə qədər təkid etmişəm. Məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Əlbəttə, Allaha həmd olsun ki, zahirən bu xüsusda müəyyən qərar qəbul edilib. Allah qoysa, qərar icraya qoyular, nəticəsini görərik. Dostlarımız gəlib fəal orqanların birində yaxşı kuklalar düzəltdilər. Ancaq bu təşəbbüskarlıq müxalifləri, yəni xariciləri qıcıqlandırdı ki, İranlılar gəlib Barbie və bu kimi kuklalara alternativ düzəltdilər. Sonra da iddia elədilər ki, yox, alınmayacaq. Əlbəttə, mən də öz iradımı bildirdim. Dedim ki, siz bu kuklaya uşaqlarımızın tanımadığı bir adı verirsiniz. Mədəni uyğunluq, bax, buna deyirlər. Sadəcə bir kukladır, ancaq uşaqlar onunla ünsiyyətdə ola bilər ya yox. Bu önəmlidir. Bizim uşaqlar hörümçək kişini tanıyır, Betməni tanıyır, 10-20 film düzəltmişlər. Uşaqlar bu filmlərə baxıblar. Sonra filmdəki kuklanı mağazada görəndə valideyninə deyir ki, bunu mənə al. Kuklanı tanıyır. Bu mədəni ünsiyyətdir. Siz bu kuklanı düzəltməzdən qabaq 10-20 uşaq filmi hazırlamalıydınız ki, kukla əvvəlcədən uşaqlara təqdim olunsun. Təqdim olundusa, özləri alacaqlar. Təqdim olunmazsa, bazarı olmayacaq. Müflis olacaq. Və necə də ki oldu. Yeni bu cür incəliklərə diqqət yetirmək lazımdır. Hər halda bu mədəni hücumun mövcudluğu inkar edilməzdir. Dil təlimi kitabları indi İngilis dilinin təlimi çox dəbdədir. Başqa dillər isə ondan aşağı miqyasda təlim verilir. İngilis dilinin təlimi üçün müxtəlif kurslar təşkil olunur. Təlim mərkəzlərində İngilis dilini öyrətmək üçün müxtəlif üslublardan istifadə edirlər. Bir çox hallarda Qərbin həyat tərzi öyrəncilərə aşılanır. Daha doğrusu, İngilis həyat tərzi. İndi təsəvvür edin ki, uşaqlarımız, yeniyetmələr və gənclərimiz bu kurslarda yalnız xarici dil öyrənmir. Dildən qabaq ona Qərbin həyat tərzi aşılanır və öz təsirini buraxır. Bu işlər artıq adət halını alıb. Yaxşı, bunların qarşısında nə etməliyik? Məncə, iki şey lazımdır. İş və təşəbbüs. Bu iki mühüm məsələyə diqqət yetirməliyik. Çalışaq, təşəbbüskarlıq göstərək. Əlbəttə, bu xüsusda radio-televiziyanın üzərinə ağır məsuliyyət düşür. İslami Mədəniyyət və İrşad Nazirliyinin üzərinə ağır məsuliyyət düşür. Zənnimcə, bunu həmin nazirliyin başçısı cənab Əli Cənnətiyə də dedim. Mühüm işlərdən biri kitab istehsalıdır. Kitab tərcüməsi. Baxın, görün dünyada İranlı bir gəncin karına gələn hansı əsərləri tərcümə etmək olar?
pul verin, tərcümə etdirin. Necə ki, başqaları da bu işi görürlər. Mən özüm kitabla daha çox ünsiyyətdə oluram. Çox kitab oxuyuram. Nəşr bazarının vəziyyətindən və yeni əsərlərdən xəbərim var. İşlər görülür. İnvestor tərcüməçiyə yaxşı pul verir ki, get filan kitabı tərcümə elə. Mən həmin cənablardan birinə sual verdim ki, tərcüməçi sizə müraciət edir, yoxsa siz tərcüməçiyə? Dedi, xeyr, biz tərcüməçiyə müraciət edirik. Doğru deyirdi. Tərcüməçi tapırlar ki, kitabı tərcümə eləsin. Bu işi siz də görün. Kitab tərcümə edin. Kitab istehsal edin. Film istehsal edin. Bugün bizdə film istehsalı üçün böyük potensial var. Film də cazibəli bir şeydir. Kino çox cazibəli ünsürdür. Nüfuzlu mediadır. Yəni hazırda heç nə təsir buraxmaq baxımından kinoya çatmır. Bu sahədə işləyin. Təşəbbüskarlığınız olsun. Bu, uşaq oyuncaqlarına da şamildir. Kompüter oyunlarına da. Uşaqlar üçün bazarda bol rast gəldiyimiz oyuncaq tüfəngdir. Bu yaxşı hal deyil. Bu işlərin patronu olan Amerikalılar indi peşmandılar. İlişib qalmışlar. Biz uşaqlarımızı çilingağac oyunundan, gizlimpaç oyunundan və sairədən ayırıb internetə alışdırmışıq ki, onda fiziki hərəkətdən xəbər yoxdur. Ruhi hərəkətdən xəbər yoxdur. Və zehinlərini müqabil tərəf sanki tilismə salır. Gəlin oyun istehsal edin. İran xalqının mədəniyyətinə uyğun oyunlara rəvac verin. Bu, üzərimizə düşən işlərdən biridir. Biz oturub baxmayaq ki, qərblilərin hansı oyundan xoşu gəlir, ya yox, indi mən bəzi bu idmanlar haqda bir şey demək istəməzdim, amma yaxşı işlərimiz var. Bizimkidir. Əvvəllər də demişəm. Çövkən oyunu bizimkidir. Başqaları öz adlarına çıxdılar. Həmin çövkən oyununa rəvac verin. Zorxana idmanı gözəl bir idman növüdür. Onda həm sənət var, həm də idman. Uşaqlarımızı bunlara tərəf sövq etdirin. Mənim nəvələrim dünya futbol ulduzlarını və oyunçuları yaxşı tanıyır. Bir-bir adlarını deyirlər. Hansısa qərb komandası necə geyinir bilirlər. Ancaq çağdaş alimlərimizin adlarını bilmirlər. Adını çəksən, bilməyəcək. Bu əsla yaxşı hal deyil. İşləyib plan hazırlamağa ehtiyac var. Biz aqressiv məsələləri hələ ölkəmizə daxil olmamış müəyyənləşdirməliyik. Məsələn, tutaq ki, bir şey, bir fikir, bir metod dünyada yayılır. Məlumdur ki, burada gələcək. Kommunikasiya dünyasıdır. Ətrafımıza ki, hasar çəkə bilmərik. Ancaq müəyyən bir fenomen gəlirsə, ona necə yanaşmağın yolunu bilməliyik, öyrənməliyik. Bu o demək deyil ki, onu dərhal rədd edəcəyik. Xeyr, bəzən bir fenomeni qavraya bilərik. Bəzən üzərində müəyyən düzəlişlər edib sonra qəbul edə bilərik. Bəzən onu işlək hala salmağımız lazımdır. Gec tərpənmək, gec dərk etmək, gec çarə yolu axtarmaq sonralar problem yaradır. Ona görə də demirəm ki, yalnız müdafiə mövqeyində qalın. Əlbəttə, hücum varsa, insan özünü müdafiə etməlidir, şəksiz.
Paralel olaraq sübut və hücum mövqeyindən də lazımi yerlərdə faydalanmaq lazımdır. Hücumçu mədəniyyətin bərabərində ağ bayraq qaldırmaq ən kobud işdir. Təslim olmağın xəsarəti çox böyükdür. Hücumçu mədəniyyət bizi məyus etməməlidir. Bacardığımız qədər müqavimət göstərməliyik. Acizlik və düşmənin hücumları bərabərində təslim olmaq xətadır. Bundan uzaq qalmalıyıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Vəssalamu aleykum və rəhmətullah.